Arzum. Ada bəsdir da, bezdirdiniz ya, Allah hamd olsun, tökülüşüblər ora. Kimlər düşüb ha ortalığa, kim gedib müdafiəsinə qalxır? Bu məlum məsələ. Da Velizar gedib müdafiəsinə qalxdığı adamı bu xalq müdafiə eləyir. Ha, siz nə danışırsınız? Allah köməyi olsun. İndi vəkil ədalətsizlik eləyib, kim ədalətsizlik eləyib? Nə bilim, hansısa bir hüquq sahəsində olan insan ədalətsizlik eləyib. Sizin dilinizdə desək, pulunu alıb ədalətsizlik eləyib. Neyniyib? Axırı olub da bu. Bu qarşı tərəfə qıcıq gələn məsələ budur ki, ölüyə hörmətsizlik, ölünü orada atıb getmək və sonra da gedib Almaniyada canlı açıb bu olmamış kimi bir şeylə də başlayıb orada şou yaradıb. Yəni bu insana qarşı tərəfə qıcıq gələn budur. Ay millət, başınıza vurursunuz. Bu da ki, qanuna zidd olan bir şeydir. Ölüyə hörmətsizlikdir. Birbaşa ölü yiyəsinə hörmətsizlikdir. O ən azından gedib üzr istəsəydi, ən azından bir günahını boynuna alsaydı, lap günahı yoxdursa da gedib bir ən azından bir başsağlığı versəydi, bu hadisələr də bu qədər şişməyəcəkdi. Yaxşı, sizə nə olub? Nəyə düşmüsünüz? Arzum kimdən artıqdır? Arzum bu ölkəyə bir dəfə də çəkmişdim bu haqda video. Arzum bu ölkəyə hansı bir yardımları eləyib, hansı bir xeyirxah işləri görüb. O keçən dəfə qazilər şəhid atası çıxıb cənab prezidentdən kömək istədi. Cənab prezidentin işi gücü qurtarıb gündə şou yaradan bir TikTokerin müzakirəsini eləyəcək cənab prezident. Cənab prezidentin o qədər görəcək işləri var və yaxud da dövlətin və yaxud da xalqın o qədər problemləri var. Durmusunuz ortalığa atmısınız. Ay nə bilim, bircə o qalıb ki, Donald Trumpdan kömək istəyəsiniz. Ada bəsdir da, bezdirmisiniz, Allahın olsun bu milləti. Arzumdur, cinayət nəsə bir hadisə olub, gedib 5 ildir, nə qədərdir, gedib yatacaq, nə cür yatacaq, nə edəcək? O qədər içəridə yatan qadınlarımız var ki, o qədər içəridə yatan qadınlarımız var. Gedib hardasa işləyib, qeyrətinə, ərsiz qadındır, gedib qeyrətinlə hardasa işləyib, hansısa bir şərəfsiz gəlib buna toxunub, bunun qeyrətinə toxunub, istəmədən özünü müdafiə etmək üçün, qeyrətini qorumaq üçün vurub hadisədə ölüb. Yəni buna bir üsyan eləmək lazım idi ki, bu cür qadınları içəridən azad eləyək. Yoxsa düşmüsünüz arzum. Bu xalqa, bu dövlətə hansı bir faydası dəyib? Ay qazilər, bəzi qurumlar tərəfindən haqqı tapdanan qazilər haqqında niyə cənab prezidentə müraciət eləmədiniz? Hə, indi düşmüsünüz ortalığa arzum. Arzum nə vaxt sizə kömək elədi? Rəqsanəni bəyənmir, Allahın olsun. Rəqsanənin də yeri gələndə məhkəmə işi oldu, içəri basdılar, icbari sonra çıxdı. Yəni mən Rəqsanəyə qeyb deyərdilər ki, ay vəkillər, ay dövlət qurumları, xahiş edirəm, Rəqsanə pandemiyada bəlkə 100 minə yaxın yardımlar elədi. Rəqsanəyə kömək istəyirdiniz ha? İndi verdiniz ki, Rəqsanə bu xalqa, dövlətə faydası dəyib, xeyri dəyib. Dövlət tədbirlərində, konsertlərdə iştirak edib Rəqsanə. Təmənnasız. Bunu deyərdiniz da. Rəqsanə türmələrə yardımlar, orada yatan tustaqlara yardımlar eləyib. Digər əsgərlərimizə yardımlar eləyib. Bundan danışın da, söhbət Rəqsanəni tərifləməkdən, arzunu pisləməkdən getmir. Allah onun köməyi olsun, Allah onun balalarını saxlasın, Allah onun balasını qorusun, xəstədir uşağı da, Allah ona kömək olsun, Allah şəfa versin. Bu hadisə idi da, mən dediyim nüanslara görə, bugünkü gün arzuma iş kəsilir, töküşmüsünüz, ölkədə problem yoxdur. Ada bəsdir də, cəmaatı bezdirməyin siz, Allah, gedin işinizlə məşğul olun ha. Allahın olsun, o arzum orada pulunu gətirib sizə verməyəcək. Arzum gətirib o qazancınla hardasa gətirib o pulları sizə verməyəcək. Arzum neynədir? Arzum hadisə olandan sonra çıxdı getdi, Almaniyada canlı açdı, orada şou yaratdı, töküşdü sonra canlısına. Bəsdir də, cəmaatı bezdirmək Allah. Ölkədə o qədər müzakirə olması məsələlər var. Düşmüsünüz ortalığa, arzuma, ədalət, arzuma. Biri də orada çıxıb deyir ki, vəkil bundan görüş təyin eləyib. Ona görə arzum ondan görüşməyib. Vəkilin işi gücü qurtar. Vəkil belə götürəndə bu qədər məhkəmələrdə günə 500.000 manat qazanan adamdır vəkil. Vəkil sənin o arzumuna qalıb. Azərbaycanda nə qədər də arzumlar, əgər söhbət hansısa bir şəhvət qarşılığından gedirsə. Bəsdir də, qutarın da bu söhbətləri, düşmüsünüz ortalığa. Utanın, valla ayıbdır, Allahın olsun ayıbdır. Arzu bizim dərdimiz deyil, bizim dərdimiz çoxdur, onları müzakirə eləyək. Allah xalqımızı, dövlətimizi qorusun. Boş, vallahi deyirəm, and olsun Allaha deyirəm. Bugünkü gün nədənsə kasatçılığınız varsa, nədənsə çətinliyiniz varsa, hansısa bir maddi çətinliyiniz var, yaşayış sizi qane valla onu o türklər demiş, haqq eləmişsiniz. Çünki baxır ki, dövlət qurumlar var, müraciət edir ki, səsinizə səs vermirlər. Baxır ki, valla elə bu millətin elə dərdi bu arzumuymuş. Bunlar nə aclıq, bunlara nə problem, nə digər bir məsələlər lazım deyil. Ona görə də vallahi deyirəm, elə sizə nə olursa yaxşı olur. Söhbət o boş-boşuna haqq tələb edən insanlar, kimlərinsə haqqını tələb edən insanlardan gedir söhbət. Nə bilim valla, Allah xalqımızı, dövlətimizi görsün. Allah arzuya da kömək olsun. Nə bilim, nə deyim? Başqa nə deyə bilərəm? Var olun Azərbaycan xalqı.